edib. Bəli, son zamanlar cəmiyyətimizdə ailə institutuna, milli mənəvi dəyərlərə münasibətdə ciddi dəyişikliklər müşahidə olunur. Təəssüf ki, ailə dəyərinin zəifləməsi boşanmalarının sayının kəskin artmasına gətirib çıxarıb Aysel. Bəli, doğru buyursunuz. Bundan da ən çox əziyyət çəkənlər təəssüf ki, elə uşaqlarımızdır. Onlar valideyn himayəsindən məhrum olur. Ailə içində sevgi və qayğının yerini bəzən laqeydlik, bəzən də zorakılıq tutur. Bəzi hallarda isə məsələ elə ciddiləşir ki, dövlət uşağının taleyinə birbaşa müdaxilə eləməli olur. Məhz belə vəziyyətlərdə valideynlər qanunla nəzərdə tutulmuş əsaslarla valideynlik hüququndan məhrum olunurlar. Bəs hansı hallarda valideyn öz övladına qarşı hüquqlarını itirə bilər? Bu qərar necə verilir? Əməkdaşımız Çinarə Muradova bu məsələdən danışacaq. Kifayət qədər maraqlı mövzudur. Gəlin baxaq. Bəzi şəxslər övlad dünyaya gətirsələr də, təəssüflər olsun ki, valideynlik borcunu layiqincə yerinə yetirə bilmirlər. Bəzənsə bu borcu yerinə yetirməkdən boyun qaçırırlar. Bəs bu hallarda onlar valideynlik hüququndan məhrum edilə bilərlərmi? Qanunvericilikdə valideynlər uşaqların sağlamlığına fikir vermirsə, onların psixi-mənəvi inkişafının qayğısına qalmırsa, təlim-tərbiyəsi, təhsili ilə məşğul olmursa, üzürlü səbəb olmadan övladlarına sahib çıxmaqdan boyun qaçırırlarsa, bu zaman valideynlik hüququndan məhrum edilməklə bağlı qərar verilə bilər. Uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər etdikdə, uşaqlarına və ya ərinə, arvadına qarşı, onun həyat və sağlamlığına qarşı qəsdən edilmiş cinayət törətdikdə, uşaqlara qarşı cinsi zorakılıq, cinsi istismarla bağlı cinayətlər törətdikdə, xroniki alkoqolik və narkomaniya xəstəsidirsə, bu zaman valideynlər valideyn hüquqlarına məhrum edilə bilər. Nazirlik tərəfindən ümumilikdə 11 valideyn hüquqlarına məhrum etməklə bağlı iddia qaldırılmışdır ki, onlardan 5-i təmin edilmiş, digərləri isə məhkəmə prosesindədir. Bəs valideynlik hüququndan məhrum edilmə prosesi necə həyata keçirilir? Bu valideynlərdən birinin müraciət əsasında ola bilər, əgər ana tərəfindən və yaxud ata tərəfindən, eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən və bizim təcrübəmizdə bu daha çox valideynlərdən birinin eyni zamanda yerli icra hakimiyyətinin məhkəməyə müraciət əsasında həyata keçirilən prosedurdur. Valideynlərin valideyn hüququndan məhrum etməsi xoşagələn və ya çox tətbiq olunan hal deyil. Niyə görə? Çünki ailə siyasətində, uşaq mənafeyində nəzərə alınmalı olan ən mütləq məsələ odur ki, bir uşağın ən gözəl yaşamalı olduğu yer onun öz ailəsinin yanıdır. Bəs vəziyyətin bu həddə gəlib çatması günahsız olan uşaqlara necə təsir göstərir? Psixoloqlar deyirlər ki, valideyn himayəsindən məhrum edilən uşaqlarda bir sıra psixoloji davranış pozuntularına rast gəlinir. Uşaq da o başa düşmür, o fikirləşir ki, ailə məhz onun ucubatından dağılıb, valideynlik hüququndan məhrum olmaq ona görə baş verir və bu cür uşaqlarda sosial adaptasiya çox zəif gedir, akademik göstəriciləri zəif olur, davranış problemləri yaşayırlar, özünə qapanma və digər psixoloji problemləri yaşayırlar. Qeyd eləyək ki, valideynlərdən asılı olmayan səbəblərdən uşaqların onlarla yaşamaları təhlükəli olarsa, bu zaman valideyn hüquqları məhdudlaşdırılır. Valideynlər bundan sonra da öz hərəkətlərini dəyişməzlərsə, 6 ay keçdikdən sonra valideynlik hüquqlarından məhrum edilirlər. Valideynlərdən biri bu hüquqdan məhrum edilirsə və yaxud da məhdudlaşdırılıbsa, uşaq digər valideynə verilir. Hər iki valideyn bu hüquqdan məhrum edilibsə, o zaman uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin himayəsinə verilir. Bəli, təəssüflə qeyd eləyək ki, bəzən elə olur ki, valideynlər öz vəzifəsini layiqincə yerinə yetirmir və mövzu kifayət qədər həssas mövzudur. Studiyamıza davam etdiririk. Qonağımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə və Alternativ Qayğı Siyasəti şöbəsinin Övladlığa götürmə məsələləri sektorunun baş məsləhətçisi Cəlil Əliyevdir. Xoş gəlmisiniz Cəlil müəllim studiyamıza. Cəlil müəllim, hansı halda övlad, daha doğrusu valideyn övladından imtina eləyir? Valideyn övladından imtina etdiyi hallar, valideyn ümumilikdə əgər uşaq doğum evində olarkən, məsələn, doğuşdan sonra ola bilər imtina etsin valideyn. Bu halda imtina ərizəsi yazır, övladlığa götürməyə razılığını bildirir ki, bu uşağın gələcəkdə hüquq və mənafelərlə bağlı maraqlanmayacaq, bu uşaqdan heç bir tələbə olmayacaq. Belə hallarda artıq valideyn imtina eləmiş olur uşağından. Yox, əgər valideyn uşaq doğum evində və yaxud da sosial xidmət müəssisəsinə yerləşdirib, ancaq uşağın taleyi ilə maraqlanmır, onun hüquqlarını müdafiə etmir, öz valideynlik vəzifələrini yerinə yetirmirsə, bu halda artıq işə
dövlət orqanları müdaxilə eləyir və həmin valideynlərin Ailə Məcəlləsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsində göstərilən əsaslarla valideynin hüququndan məhdudlaşdırılması və yaxud da məhrum edilməsindən bağlı məhkəmə qarşısında iddia qaldırır. Bunu valideynlərdən biri də edə bilər, bir valideyn və yaxud da digəri də. Bəli, digəri də elə bilər. Uşaqların hüquqlarını müdafiə edən orqanlar da həyata keçirdə bilər bu hüququ. Valideynlik hüququndan məhrum olma kimi hallar əgər baş verirsə, burada hansı faktlar təqdim olunmalıdır? Yəni, hansı daha tutarlı səbəb əsas olur ki, həmin valideyn hüququndan məhrum olunsun? Bayaq qeyd edildiyim kimi, bu 64-cü maddədə göstərilən əsaslar olur. Yəni, valideyn öz vəzifələrini yerinə yetirmişsə, uşağın taleyi ilə maraqlanmırsa, uşağa qarşı cinsi zorakılıq və yaxud da cinsi istismar edirsə, öz valideyni hüquqlarından sui-istifadə edirsə, yəni uşağı məcburi işə, əməyə cəlb edirsə və yaxud da diləndirirsə, sərxoşluğa və yaxud da digər cinayət əməllərinə cəlb eləyirsə, valideynin özü narkoman və yaxud da alkoqolizmə xəstəsidirsə, bu hallarda valideynin hüququndan məhrum etmə əsasları var. Bu əsaslar sübut olunmuş şəkildə məhkəməyə təqdim edildikdə məhkəmə bununla bağlı qərar verə bilər. Yəni, əsas səbəblər bunlar tutarlı olmalı. Hansısa müddətdən sonra valideyn həmin öz hüququnu bərpa eləyə bilərmi? Bəli, bərpa eləyə bilər. Əgər valideynlərdən biri və yaxud da ikisi müraciət eləyirsə məhkəməyə, onda icra hakimiyyəti orqanının qayyumluq komissiyalar var. Onların da iştirakı ilə bir yerdə baxılır. Əgər valideynin həyat tərzi dəyişibsə, uşağa qarşı münasibəti dəyişibsə və məhkəmə hesab eləyirsə ki, artıq uşaq bu ailədə yaşaya bilər, bu uşağın mənafeyinə baxımından uyğundur, o halda məhkəmə belə bir qərar çıxara bilər ki, itirilmiş bu valideynin hüquqları bərpa edilsin. Valideynin hüququndan məhrum etməklə bağlı bir statistika var da, yəqin ki, sizdə? Var, bəli. Səlahiyyətdə bizim nazirlikdə olduğu müddətdə biz 14 məhkəmə qarşısında 14 iddia qaldırmışıq ki, onlardan artıq 7-si təmin edilib, yəni valideynlər məhrum edilib valideyn hüququna, digər 7-si isə hal-hazırda davam edir proses. Bəs bu statistika digər, mən indi Avropa ölkələrlə müqayisə eləmək istəmirəm, digər, deyək ki, MDB ölkələr olsun, keçmiş Sovet ölkələrlə müqayisədə nə dərəcədədir? Yəni, ümumiyyətlə, buna gətirib çıxaran amillər nədir? Yəni, təhsil olsun, digər sosial qayğılar olsun. Ailələrdə siz qeyd elədiyiniz kimi təhsil məsələsi var, kompleks yanaşımlar. Kompleks, bəli, maddi məsələlər olur bəzən. Adətən məhrum edilən ailələrdə uşaqlara qarşı zorakılıq halları qeyd olunur, onlar məişət zorakılığına rastlaşdığımız ən çox səbəblər hansılardır? Ən çox ailələrin, valideynlərin birinin və yaxud da hər ikisinin narkomaniya və yaxud da alkoqolizm mübtəlası olması, buna görə də daha çox, yəni bu кейslər daha çox qarşımıza çıxır belə. Bəs ümumiyyətlə, valideynlik hüququndan məhrum etmə qərarı veriləndə bu məhkəmə prosesində kimlər iştirak edir? Yalnız valideynlər, yoxsa sosial işçilər? Valideynlərdən müraciətçi valideyn iştirak eləyir. Həmçinin bu iddianı qaldıran tərəf bizim nazirliyin nümayəndələri ola bilər və yaxud da prokurorluq orqanlarının əməkdaşları ola bilər. Digər icra hakimiyyətinin orqanlarının əməkdaşları ola bilər. Uşaq özü iştirak eləyirsə burada artıq psixoloqun iştirakından bəli bu halda. Bəs uşağın mənafeyi bu qərarlarda necə qorunur? Yəni, məhkəmə və sosial xidmət orqanları uşağın fikrini əsas götürürmü burada? Bəli, uşağın mənafeyi... Həddi buluğa çatmalıdır yoxsa? Ümumiyyətcə, valideyn hüququndan məhrum etmə prosesi sırf uşağın mənafeyinə xidmət edən bir proses. Yəni, ən sonda, ən axırıncı variant kimi bu. Əgər bütün hallarda valideyn yenə də uşağa qayğı göstərmirsə, imtina edirsə, ona xəbərdarlıq edilir, dəfələrlə xəbərdarlıq edilir bizim tərəfimizdən, Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən ki, uşaqlar məsələn müəssisədə onların ziyarət olunmağından bağlı, uşağa qarşı olan hüquqların həyata keçirilməsindən bağlı. Bu heç bir halda əgər nəticə vermirsə, ən son variant kimi biz onda müraciət edirik məhkəməyə və uşaqların hüquqları müdafiəsinə bağlı. Əlbəttə, uşaqların özlərinin də fikirləri nəzərə alınır. Ümumilikdə uşaqlarla bağlı, əgər uşaq sosial xidmət müəssisəsindədirsə, artıq oraya yerləşdirilibsə, həmin uşaqlarla bağlı fərdi inkişaf planı tutulur. Fərdi inkişaf planında uşağın bütün xüsusiyyətləri nəzərə alınmaqla onun hər bir addım orada qeyd olunur və o fərdi inkişaf planı tərtib olunarkən uşağın özünün də iştirakı, orada mütləq də iştirakı. Yəni, az yaşlı uşaqlar əlbəttə yox, ancaq müəyyən yuxarı yaşda artıq dərk eləyə biləcək yaşda olan uşaqlar həmin fərdi inkişaf planında onlar da iştirak eləyirlər. Yəni, onların həm valideynin hüququndan məhrum edilməsi olsun, həm övladlığa verilməsi əgər mümkünsə, bu hallarda uşaqların fikirləri öyrənilir. Bu zaman məhrum etmə tutaq ki, baş verdi və valideynlə övlad arasında əlaqə tamamilə kəsilir, yoxsa ara
arada bir ünsiyyətə icazə verilir? Məhrum etmədə bəli kəsilir. Artıq burada demək olar ki, valideyn-uşaq münasibətləri həm hüquqi müstəvidə, həm də digər müstəvidə bitir artıq. Məhdudlaşdırma zamanı icazə verilir. Bu, sosial xidmət müəssisəsinin rəhbərinin, uşağın qəyyumunun rəhbərinin icazəsindən məhdudlaşdırma zamanı icazə verilir ki, valideyn uşaqla görüşsün. Əgər valideyn də istəyirsə əlbəttə və bu proses, məhdudlaşma prosesi məhrum etmədən əvvəlki prosesdir ki, yəni valideynlər çəkindirmək xarakteri daşıyır ki, amma ən sonunda oraya gedib çıxmasın. Biz daha çox valideyn hüququndan məhrum olmadan danışırıq. İndi mən məsələnin digər tərəfinə toxunmaq istəyirəm. Elə bir hal olubmu ki, yəni valideyn özü şikayət eləsin övladından imtina kimi. Çünki bəzən elə hallar olur ki, tək bir valideyn həddi büluğa çatmış bir övladı ilə yaşayır. Övlad isə anaya və yaxud da ataya, yəni bir nəfər olanda və yaxud da ikisinə də etinadsız yanaşır. Onların hansısa bir ehtiyaclarını qarşılamır. Yəni övlad valideyn münasibətləri pozulur və bu halda valideyn müraciət edir şikayət üçün. Olur, əlbəttə olur. Valideynlər ümumilikdə uşaqlara baxa bilməkdə. Tək yəni böyük, yuxarı yaşlarda yox. Statistikada varmı belə bir hal? Uşaqlar doğum evində olarkən də bəzən uşaqlar həddi buluğa çatmış olanda da bəzən olur belə hallar ki, valideynlər bildirir ki, bəli, maddi cəhətdən bəzən bildirirlər ki, məsələn, sıxıntı çəkirik, baxa bilmirik və yaxud da uşaq siz dediyiniz kimi valideynə qarşı etinadsızdır, onun tərbiyəsindən artıq məşğul ola bilmir. Var, sadəcə valideyninə. Bəli, olur, belə hallar da olur. Adətən daha az yaşlı uşaqların müəssisəyə yerləşdirilməsi bizim praktikamızda müşahidə olunur. Ancaq yuxarı yaşlarda da olur, 14, 15, 16 yaşında uşaqların müəssisəyə yerləşdirilməsi halları. Necə düşünürsünüz? Belə səbəblər yəni kifayət qədər əsaslı sayıla bilərmi? Əlbəttə, o müraciət daxil olarkən o dediyim kimi fərdi inkişaf planı tutulur və ətraflı bir araşdırma aparılır, kompleks bir araşdırma aparılır. Bizim Nazirliyin tabelində Sosial Xidmətlər Agentliyinin valideyn müalicəsində məhrum olmuş uşaqlarla iş departamenti var. Orada olan filiallarda olan sosial işçilər var. Hansı ki, həmin uşaqlarla, ailələrlə ətraflı bir araşdırma aparırlar və müəyyən edirlər ki, həqiqətən də yəni, bu uşağın bu ailədə yaşamağı uşağın mənafeyi baxımından heç cürə uyğun deyil. Ancaq o halda. Əgər maddi baxımdansa mütləq şəkildə həmin ailələrə sosial dəstək proqramı... Yəni, bir reabilitasiya proqramları varmı ki, yəni uşaqla valideyn arasında belə bir proqramlar varmı ki, o səbəbləri gətirib çıxarmadan öncə? Bizə müraciətlər daxil olandan sonra adətən biz ailəni tanıyırıq, bilirik, ailə ilə işləməyə başlayırıq. Biz o müraciət daxil olduqdan sonra həm dediyim ki, maddi cəhətdən ailənin o maddi ehtiyacdırsa əgər uşağı yerləşdirmək, onu qarşılamağa çalışırıq nazirlik olaraq ki, dövlət proqramları vasitəsindən ki, sırf maddiyyat aradan qalxsa, əgər uşaq ailədə qalacaqsa, biz ona çalışırıq. Əgər müəyyən psixoloji, mənəvi heç olubmu ki, belə bir situasiya olsun və yaxşı nəticə əldə eləmişsiniz? Olur, əlbəttə olur. Təkcə elə bu il 30 ailəyə artıq uşaqlar reinteqrasiyası həyata keçirib. Yəni, müəssisədən o uşaqlar müəyyən problemlərdən yerləşdirilib müəssisəyə, ancaq ailələrlə iş aparıldıqdan sonra, ailə inkişaf planı tərtib edildikdən sonra uşaqların ailələrinə geri qaytarılması həyata keçirib. Yəni, təkcə bu il hələ 30 nəfər uşağın həyata keçirilib belə. Çox sağ olun. Təşəkkür edəcək müəllim, studiyamıza gəlib suallarımızı cavablandırdı.